Ayna nə eləyir? And içib ki, şəhəri tıxaclı vəziyyətə qoysun. Ayna yaranandan elə deməyib ki, 2 ildən sonra Bakıda tıxac olmayacaq. Çox ağırlı məsələdir. Sən avtobusda gedirsənsə, eyni fikirdə olmayacaqsan. Ki, mən yükləmiş ictimai nəqliyyatları minmək istəmirəm. Heç bir şəhər avtomobil xoşbəxtliyi tapmayıb da. Aynada işçilər əlinə kraska götürüb gedib yolları rəngləyirlər. Kaş ki, hər şey o qədər asan olsaydı. İslam Səfərli küçəsi nə vaxt təhvil verilir? Bütün Bakını düzəltmək üçün çox böyük resurslar tələb olunur. Avtobuslar nə vaxt ideal işləyəcək ki, biz maşını evdə qoyub onlara minək? Məsələlərin növbəti ildə həllini tapacağını düşünürük. Bakı 2030 necə olacaq? Salam dostlar, hər vaxtınız xeyir. İnsan Yönlü podkastın 5-ci buraxılışını izləyirsiniz, dinləyirsiniz. Bu gün bizim qonağımız Aynanın nümayəndəsi olacaq. Bu gün Yerüstü Nəqliyyat Agentliyi həm sosial mediada, həm digər platformalarda çox vaxt qınanılır. Deyilir ki, Aynanın edili islahatları düzgün deyil. Və mən təbii ki, həm illərdir həm səhifədə, həm bu vloqlarda, YouTube vloqlarda göstərdiyim misallarda göstərmişəm ki, yaxşı insan yönümlü şəhərlər necə olmalıdır, transformasiyalar necə keçməlidir, çox vaxt ağrılı ola bilər. Həmin transformasiyalara bu gün Bakıda icra edən məhz Yerüstü Nəqliyyat Agentliyidir. Hətta baxmayaraq ki, bu səhifə yaranandan mən deyirdim ki, bu islahatlar Bakıya lazımdır, bilirəm hansılar lazımdır, hansılar lazım deyil. Amma bu gün bu verilişi Yerüstü Nəqliyyat Agentliyi nümayəndəsi ilə daha çox debat formasında edəcəm və bugünkü qonağım Aynanın nümayəndəsi olacaq Tərlan Səfərov. Bugünkü qonağım, xoş gəlmisiniz Tərlan bəy. Xoş gördük Anar bəy. Artıq sizinlə neçənci görüşümüzdür, amma bu formatda 2 dəfə görüşürük. Ümid edirəm izləyicilərimiz üçün faydalı bir podkast olacaq. Tərlan bəy, bu gün Aynanın Yerüstü Nəqliyyat Agentliyinin fəaliyyəti yumşaq desək, həm sosial mediada, həm bəzi televiziyalarda bəzən tənqid edilir, bəzən bir məna olaraq qarşılanmır. Aydın məsələdir ki, mən bunu ümumiyyətlə həm bu uzun illər səhifəni aparanda, vloqları aparanda demişəm ki, urbanistik islahatlar çox ağrılı keçir. Yenə də buna baxmayaraq, ictimaiyyətdə hələ də baxmayaraq ki, 1 ildən, hətta 2 ilə yaxındır ki, bu biz velosiped zolaqları, avtobus zolaqları Bakıda yeniliklər Bakıya gəlir. COP başlayandan əvvəldə mən bunu deyərdim. Hələ də sosial mediada ən məşhur, yəni ən neqativ belə deyim də şərhlər təxmini bax bu yöndədir. Mən bəzilərini oxuyum, sonra suala keçim. Deməli, deyirlər ki, ayna gələndən sonra tıxaclar çoxalıb. Ayna yaranan gündən Bakıda yollar çox iflic olub və çox pis vəziyyətə düşüb. Nə olar, heç nə eləməyin, daha da xeyirli olarsınız. Və yaxud da ki, ayna nə eləyir? And içib ki, şəhəri tıxaclı vəziyyətə qoysun. Şəhərdə olmayan yerlərdə də ayna tıxac yaradıb. Və ya da ki, aynanın işi elə tıxac yaratmaqdır, bu onlara sərf eləyir. Yəni belə şərhlər çoxdur. Mən bunu həm daha çox TikTokda, bu reelslərin altında yazılan videolardır, belə provokativ videoların şərhlənməsində və buna yəqin ki, bir arqument olmalıdır ki, həqiqətənmi ayna gələndən sonra tıxaclar çoxaldı? Mən məsələyə 2 prizmadan yanaşacağam. Birincisi, hərdən bizim də paylaşdığımız, bizim paylaşdığımız bir 2011-ci ilin bir videosu var. Televiziyada getmiş, hansı ki video belə xəbər, daha doğrusu belə bir başlıqla gəlir ki, Bakıda tıxaclar gün-gündən artır. Buna bir tədbir görmək lazımdır və Bakıda tıxaclar əslində 2006-cı ildən belə desək başlayaraq artan templə gəlibdir. Bunun da səbəbini bilirik, artan mobillik tələbidir, insanların şəxsi mülki avtomobillərinə istifadəsidir və ayna 2022-ci ildə, 2023-cü ildə bu fəaliyyətə başlayanda əslində cəmiyyətlə çox düzgün bir kommunikasiya qurdu və dəfələrlə brifinqlər keçirərək bəyan elədi ki, bizim bir mobillik rəqəmsal transformasiya proqramımız var və bu proqram çərçivəsində biz planlaşdırırıq ki, 2030-cu ilə qədər müəyyən işlər görək. Yəni ayna yaranandan elə deməyib ki, 2 ildən sonra Bakıda tıxac olmayacaq və yaxud da tıxac artımı dayanacaq. Çünki bizim bugünkü rəqəmsal əkiz göstərir ki, 2025-ci ildə də Bakıda avtomobillə səyahətlərdə artım müşahidə olunubdur. Taksi tərəfdə azalma olsa da şəxsi mülki avtomobillərlə səyahətdə artımlar müşahidə olunubdur. Yəni bu prosesin dayanması təbii ki, bu il baş verə bilməzdi. Hələ ki avtomobil biz özümüz baxsaq ki,
2025-ci ilin 9 ay ərzində oktyabr ayının məlumatı mən görmüşdüm. 85 min avtomobil idxal olunmuşdu ölkəyə. Yəni bu bizim ölkəyə idxal olunan avtomobillər adətən sürülmək üçün idxal olunur. Yəni kimsə avtomobili alıb həftə sonu və yaxud da uzaq məsafələrə istifadə üçün saxlayıb ictimai nəqliyyatdan istifadə eləmir. Yəni bu il 2025-ci ildə 85 min avtomobil idxal olunub. Yəni bu böyük rəqəm sayılır yoxsa? Əlbəttə böyük rəqəm sayılır. Çünki biz əvvəlki illərdə nə qədər olub? Öncədən məsəl üçün 5 ilin pandemiyadan əvvəlki rəqəmlərə baxanda bu heç vaxt 50 mini keçmirdi. Amma pandemiyadan sonra bu rəqəmlər artan templə davam eləmişdi. Və bütün bunlar dediyim kimi şəxsi mülk avtomobilinə istifadənin artdığını göstərir. Eyni zamanda da Bakının yolları artıq nəqliyyata, yəni avtomobilə doymuş bir vəziyyətdədir. Təbii ki, bu məsələ yəni bugünkü gündə tam olaraq demək ki, ayına gəldi, tıxaclar artdı. Bu yəni təhlil eləyəndə rəqəmlərə baxanda görünür ki, proses illər əvvəldən başlamış və artan templə davam edən bir prosesdir. Qeyd etdiyim kimi, ayna mobilin transformasiyası proqramı çərçivəsində bu prosesin yəni dayandırılması, nəqliyyat növləri arasında payların fərqli hədlərə gətirilməsi də, yəni burada şəxsi mülk avtomobillərin pay faizini azaldıb ictimai nəqliyyatın artırılması, aktiv mobilin artırılmasını planlaşdırıb bu planları təqdim eləyibdi. 2030-a qədər biz artıq nəticələr görməyi düşünürük, inanırıq və bu həm də Cənab Prezident tərəfindən təsdiqlənmiş Bakı şəhəri və ətraf ərazilərində nəqliyyat infrastrukturunun inkişafına dair 2025-2030-cu il dövlət proqramında da öz əksini tapıb konkret tədbirlərlə. Bu məsələnin birinci tərəfidir ki, yəni bu proses növbəti illərdə artıq biz görəcəyik ki, vəziyyət nisbətən belə deyim, dayanır bu artım və ondan sonraki illərdə metroların tikintisi ilə, kütləvi daşıma həllərinin tətbiqi ilə yaxşıya doğru inkişaf eləyəcək. Məsələnin ikinci tərəfi isə odur ki, ayna bugün avtobus zolaqları, velosiped zolaqları təşkil eləyir və bu zolaqların təşkili nəticəsində biz səyahət edən gün ərzində milyondan artıq insanı tıxacdan qurtarmışıq, azad eləmişik. Yəni məsələ digər tərəfdən ayna tıxac yaradırmı? Əgər sən avtobusda gedirsənsə, eyni fikirdə olmayacaqsan və yaxud da şəhər mərkəzində bu gün biz 45 kilometrdən artıq velosiped zolaqları təşkil etmişik. Şəhərdə artıq müəyyən bir səyahətləri siz özünüz məsəl üçün davamlı istifadə edirsiniz. Müəyyən bir səyahətləri mikromobillik vasitəsilə tıxacsız həyata keçirmək imkanı yaratmışıq. Yəni biz alternativlər vermişik və heç bir şəhər avtomobil xoşbəxtliyi tapmayıb da. Yəni avtomobil üçün nə qədər şərait yaratsaz, sonunda tıxac olacaq. Yəni bu gün davamlı olaraq avtomobilin belə deyim, avtomobil üçün şərait yaradılmış, istər Amerika şəhərləri olsun, istər Dubay olsun, istər Sinqapur olsun. Hətta bunlarda belə biz yanaşma fərqləri görürük. Onlar yanaşmaları dəyişirlər. İnsan yönümlü şəhərlər qurmağa, ictimai nəqliyyat yönümlü şəhərlər qurmağa belə deyim, transformasiya edirlər və bu da onu göstərir ki, əslində ayna düzgün istiqamətdədir. Sadəcə təbii ki, bunun üçün zaman lazımdır. Tamam. Elə bu zolaqlardan ayrılmış zolaqlar olsun, mikromobillik, velosiped zolaqları, baxmayaraq illərdir mən elə xarici təcrübəni gətirərək mən bunu göstərmişəm, nəyə görə bu lazımdır. Bakıya çatanda, hətta məsəl üçün mənim səhifəmə və ya ki, məsələn mən kiminləsə söhbət eləyəndə mənə deyilir ki, aynada sanki bu hansısa bir xaotik vəziyyətdə çəkilirdi. Yəni deyirlər ki, sabah burada avtobus zolağı olsun, sabah burada velosiped zolağı olsun. Aynada işçilər əlinə kraska götürüb gedib yolları rəngləyirlər. Yəni bunun arxasında nə dayanır? Hansı araşdırmalar var bunun arxasında? Kəşki hər şey o qədər asan olsaydı, bugün deyib sabah çəkə bilsəydi. Amma özünüz bilirsiniz ki, təkcə velosiped yollarının planı, şəbəkənin planı artıq 2 il əvvəl deyilib ki, belə bir plan var. Şəhərdə hansı istiqamətlərdə velosiped zolaqları təşkil olunacaq, eyni zamanda avtobus zolaqları. Təbii ki, bu proses ilk öncə bizim tərəfimizdən layihə hazırlanır, dövlət qurumları ilə razılaşdırılır. Ondan sonra hələ çəkməmişdən öncə bizim tərəfimizdən dəfələrlə müzakirələr olunur daxildə. Burada belə deyim, maraqların kəsişdiyi departamentlərlə birlikdə. Çünki biz bir yerə velosiped zolağı və ya avtobus zolağı çəkiriksə, orada parklanmanı nəzərə almalıyıq, orada digər məsələləri nəzərə almalıyıq. Ona görə əslində o ərazidə belə deyim, boya çəkilməmişdən öncə bu çox uzun bir yol gəlir
Amma bəzən olur ki, yəni bu bizim işimizdə deyirlər ki, məsəl üçün hər çəkdiyin sonra silir, yenə çəkir və s. Amma ki bu əslində aynanın gördüyü bütün işlərə baxsaq, yəni mən sırf infrastruktur tərəfdən deyirəm, bunun faiz payı bəlkə 1%, 2% olar, amma həmin hadisələr bir növ gündəm olduğuna görə, danışıldığına görə, məsəl üçün İnşaatçılar prospektində olduğu kimi, bu bir növ qabarıq hala gəlir. Harda ki hər şey yolunda gedir, o artıq heç nə paylaşılmır, nə danışılmır. Eyni zamanda Haqverdiyev küçəsini mən qeyd edə bilərəm. Haqverdiyev küçəsində məsəl üçün görülmüş nişanlanma işləri, ümumiyyətlə oranın xətlənməsi və s. bəlkə də Bakı şəhərində standartlara ən uyğun, ən peşəkar şəkildə çəkilmiş bir xətlənmədir. Lakin bu da çox danışıldı. Bu haqda hətta elə mən bəzi bayaq oxuduğum şərhlərdə həmin videonun altında idi. Haqverdiyev küçəsində velosiped zolağı bir tərəfdən, avtobus zolağı bir tərəfdən, sonra adacıq. Bu həqiqətən aydın məsələdir ki, araşdırma, yəni razılaşdırma tələb eləyir, amma siz bunu çəkdiniz, bu nə dərəcədə effektiv oldu? Həmçinin belə bir şərhlər var ki, bu ayna prizmasından okeydir, amma Azərbaycan reallığında bu, yəni Bakının sürücüləri buna öyrəşməyib və daha da çox xaos bu gətirəcək və sürən adam azdır, kifayət qədər avtobuslar keçmir. Yəni bu faktorlar hamısı nəzərə alınır. Hamısı nəzərə alınır və hətta biz bütün layihələrdə çalışırıq ki, avtomobil sürücülərinin zolaqlarının sayına dəyməyək. Onları olduğu qədər saxlayaq. Əslində, yəni bir növ biz bu həllərlə avtobus zolağıdır, velosiped zolağıdır, bunları verməklə küçədə bir növ sosial ədalət təmin eləmiş oluruq. Çünki onlara da bir növ küçədən pay veririk. Əslində belə olmalıdır. Amma yəni bu gün Haqverdiyev küçəsinə baxanda yenə yoldakı 6 zolaqdan 5-i avtomobil sürücülərindir və əvvəl neçə zolağı idisə yenə o qədər zolaq qalıb. Sadəcə biz həllərimiz zamanı təhlükəsizliyi birinci sıraya çıxarırıq və bu layihələndirmənin elə birinci şərtidir. Və siz təhlükəsizliyi birinci sıraya çıxaran zaman, məsəl üçün hansısa svetofor fazasını dəyişməli olarsınız ki, orada piyada daha təhlükəsiz keçsin və yaxud da sola dönmə zolaqları, Bakıda bugün çox yerdə sola dönmə zolaqları var, hansı ki ayrılmayıbdır. Və bu da bir çox hallarda qəzalara səbəb olur. Ayrıca fazaya ayrılmayıb, yəni. Heç fazanı bir tərəfə qoyuram. Haqverdiyevdəki kimi biz sola dönmə zolaqlarını ayırmışıq. Yəni onlar həmin zolaqdan artıq düz hərəkət edən nəqliyyat vasitələri hərəkət eləmir. Bu məqsəd təhlükəsizlikdir ilk növbədə. Və siz yolda təhlükəsizliyi artıranda buraxılış qabiliyyətini az da olsa aşağı sala bilirsiniz. Yəni bu baş verə bilər. Əslində bizim yol hərəkəti haqqında qanuna baxanda orada gözəl bir maddə var ki, yol hərəkəti təhlükəsizliyini aşağı salmaq hesabına yolun buraxıcılıq qabiliyyətini artırmaq olmaz. Amma Bakıda bunun üçün çoxlu nümunələr var ki, bu daha öncə edilibdir. Biz amma layihələrimizdə bu kompromisə getmək istəmirik. Çünki təhlükəsiz bir nömrəlidir. Və bu zaman insanlar deyir ki, gəldilər, dəyişdilər, sıxlıq yarandı. Əslində Haqverdiyev küçəsi mənim məsələn özümün gündəlik istifadə etdiyim küçədir və bu küçədə sürücünün belə deyim, o küçəni keçmək üçün vaxt elədiyi sərf bir neçə dəqiqə tutur da. Və əslində dediyim kimi orada itirilən vaxt layihədən sonra demək olar ki, artmayıbdır və digər bir məsələ, məsəl üçün İnşaatçılar prospektindəki bir sıxlıq yaranmışdı. O zaman Haqverdiyev küçəsi avtomatik bomboş qalırdı. Dediyim kimi Bakı artıq avtomobilə doymuş, küçələr avtomobilə doymuş bir vəziyyətdədir. Artıq müəyyən dəyişikliklər edilən zaman bu hallar özünü göstərə bilir. Amma ümumilikdə biz bütün layihələri simulyasiya eləyirik. Ən azından dediyim ki, harda ki görürük ki, bu sadə layihə deyil, bu hansısa bir təsir göstərə bilər. Mütləq şəkildə PTV proqram təminatı. O rəqəmsal əkiz, o həmin rəqəmsal əkiz daha böyük layihələrdədir. Ümumi şəbəkəyə təsir edə bilən layihələr rəqəmsal əkiz vasitəsilə qiymətləndirilir. Amma mikro layihələr elə mikro model vasitəsilə qiymətləndirilir və daha sonra tətbiq edilir. Aha.
İctimai nəqliyyatın mövzusuna davam olaraq mən nəyi soruşmaq istəyirəm? Avtobus zolaqları deyirik, yolun qırağında çəkilir, sürücülər şikayət edir ki, parklamaq mümkün deyil. Sonra bu ayrıca ciblər yaradır ki, minib düşürtmə nöqtələri. Bunun çıxış yollarından biri mən görmüşəm, şəxsən özüm görmüşəm Tiflisdə, İstanbulun özündə və digər ölkələrdə də bu var. Moskvanın özündə, Almatıda BRT ya da ki metrobus tipli avtobus zolaqlarıdır. Yəni həmin zolaqlar artıq küçənin ortası ilə salınır və bunun iki üstünlüyü var. Birinci, sağa dönülən avtomobillərlə konflikt azalır və avtobusların sürəti də artır da, yəni tramvay kimi hərəkət eləyir. İndi tramvay Bakıda hələ ki gündəmdədir. Yəni axırı necə olur hələ ki bilinmir. Sual, tramvay olmayana qədər bəlkə biz metrobusdan ya da ki BRT-dən fikirləşək Bakı üçün. Bu haqda Bakı xarici təcrübə bizə kömək edə biləcək. Daşkənd özü məsəl üçün bu yaxınlarda belə bir şey eləyib. Biraz öncə qeyd etdiyim dövlət proqramında bir bənd də var ki, kütləvi daşıma həllərinin Bakı şəhərində tətbiqi ilə bağlı və bu bəndin icrası ilə bağlı bu gün əslində BRT müzakirə olunan mövzulardan biridir. Və bizdə BRT-nin həm Heydər Əliyev prospekti olsun, Babək prospekti olsun, bu küçələrdə tətbiqi ilə bağlı qiymətləndirmələr aparılır. Şərifzadə, Qaraqaraya. Bəli, müxtəlif küçələr, müxtəlif belə deyim, əsas arterial şəbəkələr üzərində bu həllərə baxılır, təhlil edilir. O cümlədən də həmin dövlət proqramında tramvay ilə bağlı məsələlər var ki, Mehdiyabad qəsəbəsinin, şəhər mərkəzinin, yəni bu koridorun əlaqələndirilməsi, Sibiriz və bütün bu qeyd olunan məsələlərlə bağlı bu gün qiymətləndirmələr aparılır, müzakirələr aparılır, həm bunların feasibility-si, həm ümumiyyətlə tələb üzərindən, yəni həmin ərazidə insanların nə qədər hərəkətliliyi və bu tələbin hansı səviyyədə olması və s. Ona görə düşünürəm ki, artıq gələn il bununla bağlı həm cəmiyyətə açıq olan bir açıqlamalar olacaq, həm də addımlar atılacaq. Yəni hələ ki aktual olaraq qalır bu məsələdə. Təbii ki aktualdır, təbii ki aktualdır, bəli. Bu tramvay məsələsinə də ayna baxacaq. Tramvay məsələsi də aktualdır. Birbaşa yəni bu aynanın skopunda olan bir məsələ olmasa da, amma Rəqəmsal İnkişaf Nazirliyinin skopunda olan bir məsələdir və təbii ki ayna da bu məsələlərdə, müzakirələrdə iştirak edir. Mən ictimai nəqliyyatdan danışarkən biz yenə də sürücülərin əsas arqumenti odur ki, mən yükləmiş ictimai nəqliyyata minmək istəmirəm. Nə metroya, nə avtobusa. Sual yaranır ki, biz əvvəl yəqin ki, ictimai nəqliyyatı ideal səviyyəyə gətirməliyik. Sonra insanları maşından düşürdüb deməliyik ki, get ictimai nəqliyyatdan istifadə elə. Və bir gün elə hərdən mən özüm, eyni zamanda ətrafda olan digər dostlar olsun, izləyicilərim olsun, deyirlər ki, yəni sən desən ictimai nəqliyyatdan istifadə etmək lazımdır, amma ictimai nəqliyyatın xüsusilə də avtobusların indiki vəziyyəti, xüsusilə də pik saatlarda miniləsi deyil. Yəni çox dolu gəlir, yəni sayı kifayət etmir, interval çoxdur. Bu əsas məsələ, avtobuslar nə vaxt ideal işləyəcək ki, biz maşını evdə qoyub onlara minək? Mən deyərdim ki, bu ilin ən vacib hadisələrindən biri ictimai nəqliyyat məqsədli büdcə fondunun yaradılması oldu. Cənab Prezidentin müvafiq fərmanı ilə. Əslində bu məsələ çox da danışılmadı, amma ki növbəti illərdə biz bunun çox böyük faydalarını görəcəyik. Yəni necə çox danışılmadı? Cəmiyyətdə bunun tam nə olduğunu insanlar belə deyim də çox da başa düşmürlər. Bu fondun yaradılması bizə imkan verəcək ki, tənzimləyici qurum olaraq artıq bizim tələblərimizə cavab verən, orada hansı ki tələblər də qeyd olunubdur və müntəzəm sərnişin daşıma xidməti göstərən daşıyıcılarla müvafiq müqavilələr bağlayaq, onlara göstərdiyi xidmətlərə görə ödənişlər olunsun da. Və bunun baş tutması həmin artıq daşıyıcıların onların belə deyim tələb olunan reys saylarını, intervalları gözləmək və s. məsələləri əməl etmələrində onların maraqlı olacaqlar və bu da birbaşa xidmət keyfiyyətinə təsir göstərəcək. Həm avtobusların vaxtında gəlməsi olsun, həm avtobus sayının kifayət qədər olması, bütün bu məsələlər artıq növbəti ildən belə deyim mərhələli şəkildə öz həllini tapacaq. Biz düşünürəm ki, növbəti ilin sonuna qədər ciddi bir dəyişikliklər, islahatlar görəcəyik ictimai nəqliyyat sahəsində. Bu da həmin bu ictimai nəqliyyat məqsədli
büdcə fondunun yaradılması ilə əlaqədardır. Və o zaman artıq düşünürəm ki, bu sual da öz cavabını tapmış olacaq. Amma bugünkü gündə belə bəli, əsas pik saatlarda bizdə problem var. Qeyri-pik saatlarda bizim hesablamalar göstərir ki, avtobusun tutumluğu 100%, yəni nəinki 100%, 80%-in üzərində olmur. Pik saatlarda bəzi marşrutlar üzrə bəli doluluq faizi daha çox olur. Amma məsələlərin növbəti ildə həllini tapacağını düşünürük. Və hətta burada əlavə eləyərdim, bu vaxtda postlar falan da paylaşım ki, düşünək ki, Bakı kimi şəhəri 3 milyon, 4 milyon olan bir şəhəri tək avtobuslar və metrolar xilas eləməyəcək. Yəni həqiqətən bu çeşidli nəqliyyat növləri indi bu gün təbii ki, metronun inkişaf planından biz danışmışıq. Bundan sonra da danışacağıq. Təbii ki, 5 il ərzində 10 yeni stansiya və mütləq mənə elə gəlir ki, bu şəhərə tramvay gəlməsə, bu şəhər düzələn deyil, mənə elə gəlir. Yəni necə düşünürsünüz? Təbii ki, nəinki tək nəqliyyat prizmasından baxılmalıdır məsələyə, həm də bu gün bütün Avropa, hətta Paris kimi şəhərlər 15 dəqiqəlik şəhər konsepsiyasına doğru inkişafını dəyişir və düşünürəm ki, bizim baş planda da bu məsələlər nəzərdə tutulubdur. Bunlar hamısı tam olaraq bir kompleks təşkil etməlidir. Nəqliyyat da bunun bir komponenti olmalıdır. O ki qaldı metro, tramvay və digər kütləvi daşımalarla bağlı, dediyim kimi hamısı ilə bağlı planlar var. Və düşünürəm ki, bu bizim tez-tez istinad elədiyimiz dövlət proqramı ümumiyyətlə bu 5 ili əhatə eləməklə bağlı. Başqa, Bakı şəhərində ümumiyyətlə yanaşmanın dəyişməsinin ciddi şəkildə əsasını qoyan bir proqramdır və bundan sonraki 2030-dan sonraki inkişaf belə bu ictimai nəqliyyatın, kütləvi daşımaların, şəhərin daha insan yönümlü edilməsinin əsasını qoyacaq və artıq bundan sonra həllər daha çox avtomobil yönümlü yox, daha çox avtomobillər üçün yolların, körpülərin və s. tikilməsi yox, daha çox kütləvi daşıma həllərlə bağlı, piyadalarla bağlı, mikromobilliklə bağlı olacaq. Tərlan bəy, təbii ki, ictimai nəqliyyat olduqca önəmlidir. İnsanlar deyir ki, əgər siz istəyirsiniz ki, biz maşını evdə qoyaq, yaxşı ictimai nəqliyyat bizə verin. Amma urbanistikanın məşhur bir piramidası var. Yəni yaxşı şəhər necə olmalıdır? İlk növbədə ən yüksək prioritet piyadaya verilməlidir. Şəhər nə qədər piyada üçün daha rahatdır, o qədər az o həm maşından istifadə eləməz, həm də ictimai nəqliyyatı yükləməz, yəni digər nəqliyyatı yükləməz və daha çox piyada gəzər və təbii ki, piyada infrastrukturunun ən vacib elementi səkilərdir. Bakı şəhərində bu gün səkilərlə olan vəziyyəti hər kəsə məlumdur. Mən burada boşluq görürəm ki, səkilərin istər təşkilli, abadlaşdırılması birbaşa olaraq aynanın nəzdində deyil. Amma elə də elementlər var ki, elə məkanlar var ki, bir də gördüyüm məsəl üçün Sahil metrosunun qabağında və bir neçə digər yerlərdə kimsə ümumiyyətlə səkini zəbt eləyir, ayna gəlir bir gün oranı da boşaldır, abadlaşdırır. Yəni bunun sehrli formulası nədir? Yəni ayna piyada üçün, bu səki infrastrukturu üçün hansı indiki şəraitdə töhfə verə bilər? Baxın, yenə bu məsələdə mən dövlət proqramına istinad edəcəm. Dövlət proqramında sırf səkilərin təhlili, ondan sonra yenidən qurması, zəbtlərin qarşısının alınması ilə bağlı əsas icraçı Bakı Şəhər İcra Hakimiyyətidir. Və eyni zamanda Bakı şəhərində, əsas şəhər küçələrində səkilərin balans saxlayıcısı da Bakı Şəhər İcra Hakimiyyətidir. Aynanın nizamnamə ilə səkilərdə iş görmə səlahiyyəti var. Yəni aynanın gördüyü işlər, bəli, əsassız deyil. Sadəcə dediyim kimi əsas balans saxlayıcı olduğuna görə biz adətən məktublar, çünki mən görürəm sosial şəbəkələrdəki nəyə görə icra hakimiyyətinə yönləndirilir və dövlət proqramının tapşırığından gələn belə deyim, əsaslanaraq o məktublar icra hakimiyyətinə yönləndirilir. Amma ümumilikdə biz həyata keçirdiyimiz layihələr çərçivəsində bu layihələr istər yol hərəkətinin yenidən təşkil layihələri olsun, avtobus zolaqlarının və yaxud da mikromobillik zolaqlarının təşkili olsun. Bu layihələr çərçivəsində müəyyən pandusların düzəldilməsidir, səkilərin inşasıdır, bərpasıdır. Biz bunu Koroğlu Rəhimov küçəsində də misal üçün son olaraq və yaxud da Zabratda avtobus zolağının təşkili zamanı tərkib hissəsi. Biz o layihənin tərkib hissəsi kimi həmin səkilərin təmiri, bərpası işlərində görürük. Amma ümumilikdə, yəni bugün ayna tərəfindən Bakı şəhərində səkilərin belə deyim, böyük həcmdə bərpası istiqamətində işlər aparılmır.
Bununla paralel olaraq amma biz küçələrin piyadalaşmasını görürük də. Yəni hal-hazırda İslam Səfərli keçən il Xəqani bağının ətrafı o işləri də deyəsən Yerüstü Nəqliyyat Agentliyi görüb də, yoxsa Baxın, o da həm Xəqani bağının ətrafı olsun, həm İslam Səfərli olsun, həm 28 may metro stansiyası ətrafında olan yenidən qurma işləri olsun. Bunların hamısının təşəbbüsü Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən gəlmişdi. Və bu təşəbbüslər növbəti mərhələdə çıxarılmışdı Nəqliyyatı Əlaqələndirmə Şurasına. Və Nəqliyyatı Əlaqələndirmə Şurası bu barədə qərar verdikdə, artıq qərarda bu tapşırıq olaraq Bakı şəhər İcra Hakimiyyətinə istiqamətləndirilmişdi. Yəni çünki Bakı şəhərində bu tip yenidən qurma işlərinə cavabdeh qurum Bakı şəhər İcra Hakimiyyəti. Ona görə bizim verdiyimiz konseptual layihə əsasında növbəti mərhələdə detallı layihənin işlənməsi və icra edilməsi artıq Bakı şəhər İcra Hakimiyyəti tərəfindən həyata keçirilib. Mən düz başa düşürəm ki, İslam Səfərli küçəsi ilə də vəziyyət eynidir. Təşəbbüs gəlib sizdən, hal-hazırda icra hakimiyyəti. Bu arada İslam Səfərli küçəsi nə vaxt təhvil verilir? İslam Səfərli küçəsində hal-hazırda aktiv iş gedir. Həm Bakı şəhər İcra Hakimiyyəti tərəfindən, həm də bu kommunal xidmətlər tərəfindən indi adların Azər İşıq, Azərqaz və digərləri orada işlər görürlər. Və açığı plan daha əvvəl idi, lakin bu kommunikasiya işləri çox zaman aldığına görə hər halda düşünürəm ki, növbəti aylarda biz artıq orada bir rahat gəzib bir vlog çəkə bilərik. Bir sual ki, həmin renderlər paylaşılanda İslam Səfərli küçənin, mən bəlkə onları səhv başa düşdüm, amma sanki tək İslam Səfərli küçəsi deyil, o Targovu dediyimiz əraziyə çıxan, elə bil yan küçələr də abadlaşdırılacaqdı, yoxsa yox? Bəli, layihənin çərçivəsində İslam Səfərli küçəsi tam piyadalaşdırılır. Bilirsiniz ki, kəsişən küçələrdə tranzit hərəkətlər saxlanılır, lakin həmin küçələrdə də bir kəsişmə öncədən və bir kəsişmə sonradan abadlaşdırma işləri görüləcək. 8 səviyyəsinə qaldırılacaq yol, çünki avtomobillər ora daxil olanda bilsinlər ki, burada qonaqdırlar, sürətləri asta olsun. Ona görə qeyd etdiyiniz kimi həmin hissələrdə 8 səviyyəsinə qaldırılacaq və bu bizə həm də imkan verəcək ki, İslam Səfərlidən götürdüyümüz parklanma yerlərinin, hansı ki biz orada ləğv eləyirik, onların bir hissəsini həmin küçələrdə kompensasiya eləyir. Çünki bugünkü vəziyyətdə orada ensiz səkilər və ensiz yol ümumidə parklanmanın təşkilinə imkan vermirdi. Biz yolu bir səviyyəyə gətirdiyimizə görə artıq hamı üçün orada yer tapmaq mümkün olacaq. İndi mən düz başa düşürəmsə, İslam Səfərli tamamilə piyadalaşdırılacaq, orada müvafiq işlər görüləcək. Bakıda bir ərazi var. Biz dediyimiz tarixi mərkəzi küçələr. Oradan da biz vlog çəkmişdik və o küçələr bir ildir ki, ancaq şənbə bazara bağlanır. Mən orada ilə keçən həftə də olmuşdum, muzeyə də getmişdim. Həqiqətən 6 bazar, orada çox gözəl bir şərait var. Sakitlik, maşınlar var, deyirlər sakinlərin maşınıdır. Mən orada hiss eləyirəm ki, o hardasa yarımçıq bir işdir deyə, orada tam küçəni nə piyadalaşdırmaq olar, nə də ki, orada bir ayrıca olaraq bir şərait yaratmaq olar ki, ancaq hər hansı bir küçə ancaq piyada üçün olsun. Nə avtomobil yönümlü bir küçə deyil. Bəzi yerlər tam asfaltdır, bəziləri daşdır. Yəni o küçələrlə bağlı vaxtı ilə mən elə ki, bir pilot layihə kimi onları bağladılar. İndi həmin küçələri bir dəfəli olaraq piyadalaşdırmaq olar, yoxsa yox? Var ümumiyyətlə gündəmdədir belə bir məsələ? Bəli, belə məsələ gündəmdədir. Biz bu küçələri təkcə həftə sonu yox, həftənin içindəki günlərdə bağlamağı planlaşdırırıq. Əslində həftə sonu tətbiq edilən qaydaları həftənin içinə doğru belə deyim, uzatmaq istəyirik. Bununla bağlı artıq qərar da var. Sadəcə qaydalar hazırlanır ki, hansı kimlər buraxılacaq, hansı formada idarə olunacaq və s. və eyni zamanda gələcəkdə biz planlaşdırırıq ki, ümumiyyətlə qanunvericiliyə dəyişiklik eləyib məhdud nəqliyyat zonaları anlayışını gətirək. Necə ki, İtaliyanın müxtəlif şəhərlərində bu anlayışlar var. Artıq ora şlaqbaumla yox, nişanlarla idarə olunsun, kameralarla idarə olunsun. Bugünkü gündə də bizdə onsuz sonra nömrə tanıma sistemi vasitəsilə idarə olunur və sakinlər şlaqbaum qoyulub da. Və eyni zamanda biz həmin hissədəki dalan tipli küçələr ki var, gedir bizim Targovaya dediyimiz küçəyə birləşir. Onları ümumiyyətlə Fəvvarələr meydanına gedən tərəf bəli. Onları ümumiyyətlə piyadalaşdırmağı planlaşdırırıq, amma digər küçələrdə sakinlər üçün giriş-çıxış, eyni zamanda orada bəzi müəssisələr üçün giriş-çıxışı saxlamaqla
həftə sonu olan, dediyimiz kimi həftə sonu siz də qeyd elədiniz, içəridə avtomobillər olsa da davamlı avtomobil hərəkəti yoxdur. Əsasən park etmiş avtomobillərdir və çox sakit bir mühit yaranıb orada. Mən özüm sosial şəbəkələrdə adətən baxıram ki, Bakıya gələn turistlər də həmin küçələrdə şəkil çəkdirməyi çox sevirlər. Çünki bu Fəvvarilər meydanı ətrafındakı küçələrin nisbətən daha sakitdir. Daha sıx binalar var, arxitektur olaraq daha gözəldir. Ona görə məhz bu hissədən çoxlu paylaşımların olduğunu görürük. Ona görə dediyimiz kimi planlar odur ki, orada dalan tipli küçələr ümumiyyətlə piyadalaşdırılsın. Digər küçələrdə məhdudiyyətlər tək həftə sonu yox, həftə içi də tətbiq edilsin. Lakin bunun üçün hal-hazırda müəyyən prosedurların belə deyim reallaşması işi davam edir. Qərar var, ümumi bir okey var buna da belə deyək də. Bəli. Qərar var, sadəcə qaydalar hazırlanır ki, hansı formada bu idarə olunacaq. Gələn il gözləyək bunu yoxsa? Bəli, düşünürəm ki, gələn il artıq bu reallaşacaq. Mənim yadımdadır ki, bəli demişdik ki, bayaq həqiqətən Bakının bir çox küçələrində səki problemi var. Bunun çıxış yollarından biri də vaxtilə bu Bakı Nəqliyyat Agentliyi adlı bir qurum var idi. Onun bir neçə layihəsi var idi ki, onlar tutaq ki, hər hansı bir küçəni tam olaraq yenidən qurma işləri aparırdılar. Demirəm piyadalaşmırdılar, amma həm avtomobil üçün şərait yaradırdılar, həm səkilərdə abadlaşdırma işləri apardılar, parkinq cibləri yaradırdılar, hətta bəzi yerlərdə ağaclar belə əkirdilər. Bunun yaxşı misalı Bəsti Bağır küçəsi ola bilər. İndi Yerüstü Nəqliyyat Agentliyi yaranandan sonra mən daha çox fikir verdim ki, siz daha çox küçələrin tam piyadalaşmasından danışırsınız və belə bir layihələr icra edirsiniz, amma bunu hər hansı bir küçəni həm avtomobil üçün, həm velosiped üçün, həm səki şəraiti yaratmaq üçün tam olaraq yenidən qura bilərsiniz. Yəni belə bir planlar var ki, sıfırdan da məsələn Tiflisdə falan da görürük ki, deyir ki, bir küçə bağlanır 1 illik, 6 aylıq və 6 ay ərzində küçəni sonra tanımaq mümkün deyildi. Yəni hər şey, bütün şərait həmin küçədə var. Yəni sizdə belə bir layihələr var yoxsa yox? Bəli, qeyd etdiyiniz kimi biz onsuz da bəzi küçələri dəyişmişik artıq. 28 may metrosunun qarşısı olsun, Xəqani bağının ətrafı olsun, indi İslam Səfərli küçəsi və bu tip işlər davam eləyəcək və yalnız piyadalaşdırma ilə yox, elə ilk növbədə deyə bilərəm ki, İslam Səfərliyə paralel perpendikulyar küçələrdə müxtəlif layihələr nəzərdə tutulubdur. Həm dediyiniz kimi bayaq danışdığımız küçələr, piyada üstünlüklü küçələrin yaradılması, amma sırf siz dediyiniz kimi layihə biz planlaşdırırıq Təbriz küçəsində. Təbriz küçəsinin ümumiyyətlə əsaslı yenidən qurması artıq onu da deyə bilərəm ki, layihə kimi təsdiqlənibdir. Növbəti il düşünürəm ki, bunda yəni biz layihə təşəbbüsü ilə çıxış edirik, amma işin icrası yenə də Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən həyata keçiriləcək. Orada Üzrəm Təbriz küçəsi biz Çapayev kimi tanıdığımız küçədir də. Yəni bu Nərimanov metrosundan Yeni Şəhriyar Parkı istiqamətində və digər davamında gedir. Bu küçənin belə deyim tam olaraq bu artıq başqa bir yeni format olacaq. Həm Nərimanov metrosu ətrafında piyadalar üçün mühitin yaradılması, bu gün orada çox böyük problem var. Meydanda, o böyük meydan. Bəli, həmin hissədə ictimai nəqliyyat üçün ciddi bir infrastrukturun yaradılması, eyni zamanda Təbriz küçəsində səkilərin genişləndirilməsi və dediyim kimi mikromobillik zolaqlarının təşkili, bütün bunlar layihədə öz əksini tapıb düşünürəm ki, bu da gələn ilin danışılan layihələrindən biri olacaq. Bəs niyə Təbriz küçəsi seçilib bunun üçün? Təbriz küçəsi çünki biz pilot kimi başlamaq istədik hansı küçədən. Təbriz küçəsi piyadaların kifayət qədər intensiv olduğu bir küçədir. Bu gün Təbriz küçəsi boyunca həm ADA Universiteti yerləşir, ondan o tərəfdə Dillər Universiteti yerləşir və o istiqamətlərdən eyni zamanda Heydər Əliyev mərkəzi, Konqres mərkəzi, onların qarşısındakı parklar və bu parklarla metronu əlaqələndirən səkilərin vəziyyəti o qədər də ürəkaçan deyil, ensizdir. Ona görə biz elə pilot kimi fikirləşdik ki, Təbriz küçəsindən başlaya bilərik. Düzdür, yadımda da orada bir poliklinika da var. Heydər Əliyev mərkəzi yanında orada kifayət qədər ağaclar falan, yəni hamısı saxlanılacaq. Təbii ki, o ağaclar nəinki saxlanılacaq, yəni yaşıllıq zolaqları yaradılacaq. Eyni zamanda
Nərimanov metrosunun qarşısındakı park təmir olunub, yenidən qurma işləri aparılıbdır. Bu parkın Heydər Əliyev mərkəzi ilə birləşdirilməsi, yəni bütün bu məsələlər o layihə çərçivəsində nəzərə alınıbdır. Düşünürəm ki, gözəl bir layihə də olacaq, bəyəniləcək. Mən buradan başqa bir suala keçmək istəyirəm. Mən özüm, yəni ki, özünüz də, tanışlarınız da tək Bakının mərkəzində məskunlaşmayıb, yəni elə Abşeron yarımadasına daxil olan yaşayış məntəqələri olsun, qəsəbələr, kəndlər, uzağa getməyək. Biz Bakının ətrafında dediyimiz yataq rayonları, spalni rayonları olsun, Əhmədli olsun, Bakıxanov qəsəbəsi olsun, sanki ora gəlirsən və Bakının mərkəzi ilə müqayisə edəndə sanki tam başqa bir şəhərdir. Yəni adama elə gəlir ki, vəziyyət o qədər bərbaddır da. Mən bu sözdən utanmaram. Azadlıq metrosu tərəfində bu yaxınlarda oldum. Yəni zəbt olunan səkilər, yəni hətta yolların özündə nişanlama xətlərinin olmaması, yəni keçidlər, yəni çox geniş zolaqlar, çox geniş yollar. Təbii ki, bunun vaxtilə Sovet vaxtında salınan çox geniş meydanlar dediyimiz bu ərazilər, geniş asfalt səhraları onlardan gələn bir məsələlərdir. İndi əsas sual odur ki, sanki Bakı tək mərkəzdən ibarətdir və ayna Bakının ətrafına gəlib çata bilməyib. Bu problemin kökündə nədir? Yəni bu ümumiyyətlə prioritetdə deyil, ya da ki, kifayət qədər kadr yoxdur bunun üçün, ya da ki, nəyə görə şərti olaraq Bakıxanov şəhərin mərkəzinə nisbətən bu qədər bu iki məkan arasında kontrast olmalıdır. Ayna bunun üçün nə edə bilər? Baxın, siz təkcə səkilər prizmasından əsasən belə deyim yanaşdınız da məsələyə. Çünki mən xəttlənmələrdir, nişanlarla bağlı sizlə tam razı deyiləm. Çünki biz ötən il ərzində demək olar ki, bütün Bakı şəhər ətrafı ərazilərdə ümumiyyətlə mən qeyd edim ki, Bakı şəhərində təxminən 4000 piyada keçidi var. Biz onların 90%-ni artıq ötən il 2 komponent boya ilə boyamışıq. Yəni əvvəlki kimi 3 aydan sonra, 6 aydan sonra boyalar silinmir. Bu məsələnin birinci səbəbi biz bunu bütün Bakıda eləmişik. Yəni biz bunu Pirallahıda da eləmişik. Biz bunu digər də Pirşağı olsun, o tərəfdə Zirə olsun. Yəni biz bütün bunların hamısında bu həm vətəndaş müraciətləri əsasən, həm ümumiyyətlə öz siyahımıza əsasən bütün məktəblərin ətrafında boyaları artıq 2 komponent boyanı əvəzləmişik. Hansı ki, onların ömrü 2-4 ildir. Yəni bu təhlükəsizlik prizmasından vacib bir faktordur. Eyni zamanda yol nişanlarının dəyişdirilməsi bütün Bakı şəhərini əhatə edir. Yəni təbii ki, bütün Bakını düzəltmək üçün çox böyük resurslar tələb olunur. İstər sizin dediyiniz problemlər, infrastruktur problemləri üçün həmin ərazilərdə ciddi yenidən qurma işləri görülməlidir. Amma biz o məsələyə digər tərəfdən yanaşırıq. Həmin qəsəbələrin, şəhər ətrafı qəsəbələrin ictimai nəqliyyata əlçatanlığının yaxşılaşdırılması baxımından və bilirsiniz ki, bu illər ərzində nə qədər şəhər ətrafı qəsəbələrdə avtobuslar dəyişilib. Bakubas əvvəl təkcə şəhər mərkəzində idisə, bu gün Maşdağıya da gedir, Bilgəhə də gedir. Yəni bütün istiqamətlərdə Bakubasın hərəkəti təmin edib, Ələtə də gedir. Və digər tərəf dediyim kimi yol nişanları, nişanlanma xəttləri və ayna bu gün təkcə Bakıda yox, həm də rayonlarda çox ciddi iş görür. Yəni bundan əvvəl mən deyərdim ki, rayonlarda belə kompleks işlər görülməyibdir. Ki necə ki Gəncə şəhərində görüldü. Gəncə tədbirə görə də, yəni orada tədbir keçirildi. Yəni digər tədbirə görə deməzdim, çünki faktiki bu gün Gəncənin bütün avtobus şəbəkəsi yeniləndi. Və Gəncədə artıq tam MDB oyunları MDB oyunlarına hətta yəni MDB oyunlarından sonra da bunlar hamısı qaldı orada. Eyni zamanda Qəbələ şəhəri olsun, yəni orada bütün yol nişanları dəyişdirildi, nişanlanma xəttləri yeniləndi və eləcə də digər rayon və şəhərlərimizdə davamlı olaraq bu işlər görülür. Bilirsiniz ki, eyni zamanda Xaçmaz rayonunda velosiped zolaqları salındı, eyni Bakıda salınan formatda. Yəni rayonlarda da iş görür, Bakıda da, Bakının ətrafında da biz çalışırıq ki, Zabratda məsəl üçün avtobus zolağı salınıbdı, Balaxanı yolu ilə kəsişməyə qədər və biz orada kirəvi xəttləri çəksəkdə gördük ki, yolun keyfiyyəti, tozluq və sair xəttlər silinir. Ona görə sonuncu dəfə orada termoplast boyadan istifadə edərək həmin xəttləri çəkmişik. Məqsəd orada yaşayan insanların daha rahat gediş-gəlişini təmin etməkdir. İndi Zabrat yolundan çıxışda da avtobus zolağını sona qədər gətirdik, uzatdıq yolu genişləndirməklə ki, yəni bu şəhər ətrafında yaşayan insanların, yəni vətəndaşların məmnunluğu təmin olunsun. İndi
Səki tərəfdən ola bilər çox iş görülməyibdi, amma görülən işlər çoxdur. Tərlan bəy, bu podkastın ən ağrılı məsələsinə çox toxunmaq istəyirəm. Mənim üçün ən belə deyim də, nəyə görə ağrılı, nəyə görə çox həssas olan bir məsələdir. Bu yeraltı yerüstü piyada keçidlərlə danışmaq istəyirəm. Bir gün Bakı şəhərində kifayət qədər, yəni bu narahat yerüstü piyada keçidləri var, yeraltı piyada keçidləri var və məni daha çox məyus edən və qıcıqlandıran bu keçidlərin olması deyil. Məyus edən odur ki, insanlar bu keçidləri hələ də müdafiə edir. Hələ ki yazır ki, daha çox bu keçidlər olmalıdır. Yəni insanlar üçün bu təhlükəlidir, liftlər olmalıdır, eskalatorlar olmalıdır. Mən çox çətinlik çəkirəm. Hətta videoda bu vaxtda bir neçə dəfə danışmışam. Müxtəlif özüm də bu vaxtda müsahibələr vermişəm ki, bu keçidlər artıq bütün dünyada eyni səviyyəli keçidlərlə əvəz olunur. Çünki bu keçidlər Moskvanın özündə, nə bilim, Şərqi Avropanın özündə, hətta Londonun özündə tapmaq olar, amma çoxdandır 10 illərdir bunlar əvəz olunub. Yəni çünki deyiblər ki, şəhər inklüziv olmalıdır, əlçatan olmalıdır, prioritet piyadada olmalıdır. İndi mən bu məsələdə bir Bakı üçün də bir tunelin sonunda bir işıq görmək istəyirəm. Bu yeraltı yerüstü piyada keçidləri ayna tərəfindən necəsə təhlil olunubmu, onların belə deyim də perspektivdə qalması və yaxud da ki, əvəz edilməsi, dublyor şəkildə bunun təşkil edilməsi nəzərdə tutulubmu? Yəni bu 2030-cu ilə qədər biz islahatdan danışırıqsa, bu keçid islahatı Bakıya gələcək yoxsa yox? Bilirsiniz, biz əgər səmimi olsaq və mobilliyin transformasiyasından danışırıqsa, əgər şəhərimizi daha insan yönümlü eləmək istəyiriksə ki, aktiv mobilliyin nəqliyyat növləri arasında payını artıraq, onda təbii ki, bu həllərə getməliyik və ayna bu ümumiyyətlə öz işlərin icrası zamanı xarici təcrübəni mütləq şəkildə öyrənir, müasir nəzəriyyələri öyrənir və planlarını o istiqamətdə qurur və biz bilirik ki, bugün şəhər içində müxtəlif səviyyəli keçidlər arzu olunan deyil, çünki bu həm əksər hallarda əlçatan olmur və əlilliyi olan şəxslərin, az mobil insanların istifadəsi demək olar ki, mümkünsüz olur bu tip keçidlərdən. Ona görə bizim mövqeyimiz sizin mövqeyinizdə belə desək üst-üstə düşür, amma özünüz də qeyd etdiyiniz kimi bugün cəmiyyətin özündə belə bu tip keçidlərin ləğvi çox böyük müzakirələrə səbəb ola bilər. Bizdə bilirsiniz ki, hələ də müzakirə olunan bir keçid var. Əzizəli küçəsində Neftçilər prospektinin kəsişməsi. Biz orada çox ağrılı məsələdir. Bu forma, yəni düzdür. Belə deyim, bizim o keçidi təşkil eləməyimiz digər yeraltı piyada keçidinin funksionallığını, yəni azaltmır. Çünki o Fəvvarilər meydan istiqamətindən Dənizkənarı Milli Parkı birləşdirir və bu gün də orada çox istifadə olunur. Amma digəri də azmobil insanların biz orada əsasən görürük ki, uşaq arabası ilə olan valideynlər istifadə edir. Eyni zamanda əsas da məqsəd orada mikromobillik vasitələrinin keçidini təmin etməkdir. Biz əslində mikromobillik vasitələrinin, keçidlərin, yolların biz çəkəndə, zolaqlarını çəkəndə biz mütləq şəkildə bunu yerin üstü ilə aparırıq. Çünki yerin altına aparmaq mümkün deyil və yaxud da müxtəlif səviyyədə. Ona görə biz artıq görürsünüz ki, bu dəyişiklikləri eləyirik mikromobillik vasitələri üçün. Biraz öncə qeyd elədiyim Təbriz küçəsi ilə bağlı layihədə Nərmov metrosunun üstündə biz eyni səviyyəli piyada keçidlərinin təşkilini nəzərdə tutmuşuq. Hansı ki, orada bilirsiniz ki, metroya girişi təmin edən yeraltı keçidlər var. Bakıda o keçidlər həmişə həm də yeraltı keçid kimi istifadə olunubdur. Hansı ki, onlar əsas funksiyası metroya girişi təmin etməkdir. Bu layihədə biz bütün keçidlərin eyni səviyyəli keçidlə əvəzlənməsini belə deyim, təklif eləmişik və bu razılaşdırılıbdır. Ona görə düşünürəm ki, bu layihə çərçivəsində bəli artıq biz bunun ilk presedentini görə biləcəyik. Mən buradan da bir necə deyirlər sözünüzə qüvvət vermək istəyirəm. Çünki bir çoxları yenə də mənə
deyə bilər ki, bəs bu mənə yoxdur. Ümumiyyətlə hər kəsə deyə bilər ki, bəs vaxtilə bu keçidlər tikilib, bu keçidlər maliyyə xərclənib. Mən bu haqqda bir ekspert də demişdi, adını çəkməyəcəm. Efirdə hansısa digər podkastda demişdi ki, bəs vaxtilə buna pul xərclənib falan. Mən həmin elə ekspertin simasında digər izləyicilərə də və dinləyicilərə də müraciət etmək istəyirəm. Bilirsiniz, dünya dəyişir və bir gün biz əgər 28 may meydanının nümunəsində biz bunu paralel aparsa, biz də vaxtilə deyə bilərik ki, bilirsiniz, 28 may meydanına biz vaxtilə nə qədər asfalt tökmüşük, nə qədər orada şərait yaratmışıq. Amma indi onu piyadalaşdırmışıq. Yəni trendlər dəyişir, dünya dəyişir. İnkar etməməliyik ki, xarici təcrübədə var ki, həmin keçidlər də müxtəlif fərqli məqsədlər üçün istifadə oluna bilər. Məsəl üçün şərait yaradıla bilər, velosiped parkinqi kimi istifadə oluna bilər, müxtəlif kiçik mağazalar, kitab mağazaları və s. bu tipdə istifadə oluna bilər ki, onlar da funksionallığın, yəni piyada üçün olmasa da, amma digər fərqli təyinatla öz fəaliyyətlərini davam etdirə bilirlər. Bir vacib məsələ var. Bir çox mən digər dövlət qurumlarıyla danışanda elə bir gün də bu haqqda biz danışdıq. Deyirlər ki, hər hansı bir islahatı görmək üçün arxasında tək xarici təcrübə deyil, ya da ki, urbanistlər belə deyib, belə də olmalıdır. Elə söhbət yoxdur, qanun var. Qanun var, qanunvericilik var, standartlar var. Mənə çox maraqlıdır, indi siz bu işin içindəsiniz də. Mən gedib baxa bilərəm. Viyanada belə eləyiblər. Gəlin bizdə də belə eləyək. İndi əsas sual, Viyanadakı hər hansı bir qanunmu, standartmı, yəqin ki, bizə bir gətirilməlidir. Bu qanunvericilik boşluğu aradan qaldırılmalıdır ki, biz hər hansı bir islahat görə bilək. İndi ən böyük boşluq hansıdır? Ən böyük urbanistik islahatları görmək üçün hansı qanun, hansı qanunvericilik dəyişməlidir ki, biz bunu tutaq hesab eləyək? Yəni var belə bir şey, yoxsa Mən düşünürəm ki, islahatlara ciddi şəkildə mane olan xüsusi bir belə deyim tələb yoxdur qanunvericilik dəyişikliyi ilə bağlı. İslahatlar gedir, özümüz də görürük bunu, amma ki təbii ki xırda nüanslar var. Elə məsəl üçün dediyimiz bu ictimai nəqliyyat məqsədli büdcə fondunun yaradılması özü vacib bir dəyişiklik idi. Yeni bir belə deyim normativ aktın yaranması idi ki, bu islahatın həyata keçirilməsi üçün bu çox vacib idi. Eyni zamanda davamlı olaraq standartlara dəyişikliklər edilir. Standartlarda məsələ biraz daha rahatdır. Biz necə rahatdır? Əslində olması yaxşıdır, amma olmayanda biz xarici standartlara istinad eləyirik, onlardan istifadə eləyirik. Qanunvericilik dəyişikliklərlə bağlı da istər paklanma islahatların növbəti mərhələsi üçün məsəl üçün biz qanunvericilik dəyişiklik paketi təqdim eləmişik hökumətə. Eyni zamanda yol hərəkəti haqqında qanunda müəyyən dəyişikliklərlə bağlı ümumiyyətlə yeni yol hərəkəti haqqında qanun layihəsi bu gün müzakirə mərhələsindədir. Bütün bunlar yəni hələ publicdə deyil də, yoxsa? Necə? Publicdə deyil, yəni gedib arası hələ ki müzakirə. Yəni əgər islahatlar gedirsə, islahatların bir komponenti mütləq şəkildə qanunvericiliyin də dəyişikliklərin həyata keçirilməsi ki, onsuz da bu paralel getməlidir və bu formatda baş tutur. Elə standartdan danışaraq mən bu məsələyə toxunmaq istəyirəm. Bu haqqda səhifədə də yazmışdım. Deməli 2 ildir ki, Bakıda yeni nişanların standartları təqdim olunub ya da ki tərtib olunub, bilmirəm. Yəni bu qurum var, standartlara baxan, o bunu təqdim eləyib. Mən fikir verdim ki, orada olan nişanlar hələ ki Bakı yollarında rast gəlinmir. Yəni 2 il ərzində bu yeni nişanları gəlib yollarımıza gətirə bilmirik, yoxsa? Yox, orada məsələ tək tərtibat deyildi. Həm də ölçülərlə bağlı məsələlər var idi ki, və digər xəttənmələrin ölçüləri olsun, nişanların ölçüləri olsun ki, bu gün Bakıda quraşdırılan yol nişanları və xəttənmələr həmin standartın tələblərinə uyğun aparılır. Mən bilirəm siz nəyi deyirsiniz. Bəzi yalnız sağa, sola bu tip nişanlarla tərtibatla bir neçə dənə də yeni nişan var idi orada, səhv eləmirəmsə. Biz yeni nişanlar onsuz da xüsusən də məsəl üçün velosiped yollarında biz onu tətbiq edirik, yeni nişanlarımız. Avtobus zolağının son nişanı bizdə bizim qanunvericilikdə yox idi, amma yeni standartda var. Biz onu Yusif Səfərov küçəsində onu görmüşəm. Tətbiq eləmişik. Bəli. Yəni biz bunları tətbiq edirik, amma sizin qeyd etdiyiniz nişan həm də qanunvericinin tələbi ilə müəyyən bir ziddiyyət təşkil etdiyinə görə bu gün ona görə onun tətbiqi müvəqqəti olaraq belə deyim biz təxirə saldıq, amma ki
bu yeni yol hərəkəti haqqında qanunda həmin nişan, həmin tərtibatda artıq öz təsdiqini tapacaq və bundan sonra biz həmin o sənəddən söhbət gedir. Və artıq biz ondan sonra bu nişanın da aktiv şəkildə istifadəsinin tətbiqini həyata keçirə biləcəyik. Tərlan bəy, bir gün söhbət ərzində biz bir neçə dəfə planlardan danışdıq, dövlət proqramına istinad elədik, dedik ki, bu tərtib olunacaq, bu hazırlanacaq, bu qanun da dəyişəcək. İndi bu planlar nə vaxt reallaşacaq? Biz dediyimiz 2030-cu ilə qədər Bakı 2030 necə olacaq? Ümumiyyətlə dövlət proqramı aktiv şəkildə davamlı müzakirə olunur və onların oradakı bütün bəndlərin icrası ilə bağlı demək olar ki, işlər gedir, işlər həyata keçirilir. İstər planlama səviyyəsində olsun, istər icra səviyyəsində olsun və təbii ki, proqramın məqsədi 2030-cu ildə Bakıda daha yaxşı mobilliyin belə deyim təmin edilməsi, daha insan yönümlü şəhərin yaradılmasıdır ki, və eyni zamanda daha ictimai nəqliyyat yönümlü bir şəhərin formalaşdırılmasıdır ki, biz bunun üçün bu gün müvafiq addımları atırıq. Dediyim kimi, həm planlama səviyyəsində, həm icra səviyyəsində. Düşünürəm ki, 2030-cu ildə biz daha yaxşı başı görə biləcəyik, amma qeyd elədiyim kimi, bu dövlət proqramı mənə görə hər şeyin çox ciddi bir başlanğıcıdır. Və bu dəyişikliklər 2030-dan sonra da mütləq şəkildə ki, davam eləyəcək. Yəni 2030-dan sonra əsas dəyişikliklər gələcəkdə belə başa Yəni düşürəm. bilirsiniz necə 2030-a qədərki proqramda əks olunan dəyişikliklər kifayət qədər ciddi dəyişikliklərdir. Və istər metro stansiyalarının tikilməsidir, orada kütləvi daşımalardır, BRT-dir, tramvaydır, hansı ki illərdir bu danışılan məsələlərdir ki, nə vaxt olacaq və bunlar olur. Amma özünüz də dediniz də, Bakı gündən-günə böyüyür, çox böyük bir şəhərdir və siz də düşünürsünüz ki, o da kifayət eləməyəcək və bundan sonra mütləq şəkildə bu addımlar davam eləməlidir. Amma bu proqram mütləq şəkildə hansı istiqamətdə davam eləyəcəyini göstərir bizə, yanaşmanı göstərir. Ona görə mən deyirəm ki, bu proqram mütləq şəkildə davam eləyəcək. Və mən son olaraq da o haqda danışmaq istəyirəm. Bakının baş planı 2040-cı ilə qədər yəni təsdiq olunub da belə deyək də, amma indiki dəyişən dövr də xüsusilə də bu nə bilim AI olsun, nəqliyyat transformasiyaları, mobillik transformasiyaları, texnoloji dövr də mən fikirləşirəm ki, 2040-cı il gələnə qədər o hətta ki indiki baş plan bəlkə də demirəm ki, aktuallığını itirəcək. Baş planlar 5 ildən bir onsuz da baxılır. Onsuz da onlara yenidən baxılmaq lazım olacaq. Çünki 2040-cı ilə qədər birincisi hələ dünya qalmalıdır. 40-cı ilə qədər bunu vaxtda biz söhbət eləyəm və deyirəm ki, tendensiyalar və trendlər o qədər dəyişir ki, bəlkə də bu hətta 2030-cu ilə qədər bəlkə də həmin proqramda yenə nəsə əlavə olunacaq, nəsə dəyişilə biləcək. Tərlan bəy, çox sağ olun. Dostlar, mən ümid edirəm ki, mən əksər aniyə bir gün gündəmdə olan suallara cavab verə bildim və biz indi çalışaraq təbii ki, bütün bu sualları sonra ətraflı olaraq ayrı-ayrı mövzulara çıxardaq. Bu haqda biz çalışaraq vloqlar çəkək, səhifədə də, reelslərdə də çalışaraq bu haqda danışaq, gündəmdə saxlayaq və sizin suallarınız varsa bizim həm bu yayım olan YouTube kanalında bu videonun şərh bölməsində verə bilərsiniz və eyni zamanda bizi sosial mediada da izləyə bilərsiniz və suallarınızı ünvanlaya bilərsiniz. Tərlan bəy, və ümid edirəm ki, Aynaya da gələn suallar da cavabsız qalmayacaq. Bir gün Aynada həm sosial mediada, həm də mən özüm də artıq sınamışam, Aynanın WhatsApp kanalında da cavablar gəlir. Hər zaman deyil, amma hərdən elə olur ki, həqiqətən biz yazdığımız müraciətlər falan istədiyimiz kimi icra olunmur, amma baxılır, ən azı biz buna bir gündəm yaradırıq, aktuallaşdırırıq bu mövzuları və ümid edirəm ki, Bakı bundan sonra da ancaq və ancaq inkişaf eləyəcək və Ayna da buna ümid edirəm ki, yaxşı bir töhfə verə biləcək. Çox sağ olun gəldiyiniz üçün. Çox sağ olun Anar bəy. Mən də sizə həm dəvətə görə, həm də ümumiyyətlə bu ideyaların təbliği istiqamətinizdə sizin və kanalınız vasitəsilə gördüyünüz işlərə görə təşəkkür edirəm. Bu qədər dostlar, sizə də maraqlı oldusa bu kanala mütləq abunə olun və şərh bölməsində fikrini yazın ki, yaza bilərsiniz növbəti hansı qurumun bir qonağını bax bu studiyada görmək istəyirsinizsə, biz də onunla da söhbət eləyək və bizim Patreon platformamızda olan səhifəmizdə abunə olun, kanala dəstək olun və bizim bir community'miz var. Orada da əlavə suallarınızı verə bilərsiniz. Növbəti qonaqlar kim olacaq? Bax bizim qrupumuzda, Patreon qrupumuzda müzakirə edə biləcəksiniz müəyyən bir yerdə. Sağ olun dostlar. Növbəti podkastlarda, növbəti videolarda görüşərik, eşidilərik. Hələlik.